O yüzden də hətta istəyirəm xırdalayım, deyək ki, kətan toxumunu hər kəsə məsləhət görürlər. Nədir kətan toxumunun tərkibi? Çox güclü dozada estrogen ağırlığındadır. Bir çox qadınlarda olan xəstəliklər, kista, nödül, hətta kanser, xərçəngə qədər gedən bir yolda bu insanlar hiperestrogenemiyadan, yəni estrogen çoxluğundan bu patologiyalarda əziyyət çəkə bilir. Yəni bir estrogen əslində qadın orqanizmdə o hormonu, metabolitləri bir toksin yükü də qoya bilirsə və bu insanlarda ayrıca bir də kətan toxumunu qəbul edirlər. Yəni hiperestrogenemiyadan əziyyət çəkir və kətan toxumunu qəbul edir. Çünki o gördü ki, efirdən bir insan bunu məsləhət görür. Ki, arıqlamaq istəyirsən, qatığa bunu qat iç, qatığa zəncəfili qat iç, darçını qat iç. Hər biri ayrı-ayrı çox ciddi bir şeylər təsir edir. Məsələn, kətan toxumu dediyim estrogen ağırlıqdır. O, qadınlarda təhlükəli olan xəstəlikləri meyilliyi artıra bilər. Əgər bu bir yüngül patologiya ilə yekunlaşacaqdırsa, bunu ağırlaşdırır, daha ağır xəstəliyə qədər apara bilər. Bu bir. Darçın nə edir? Darçın şəkər faizimizi aşağı sala bilir. Şəkəri normallaşdırmaq üçün olan vasitədir. Və düşünün, şəkərli diabetdən və s. əziyyət çəkən insanlar bunu çox istifadə edəsələr, hipoglikemik vəziyyətə düşə bilirlər. Yəni, anında şəkəri düşürdə bilərlər ki, bu da bunlar üçün həmin momentlərdə təhlükə yarada bilər. Üçüncü ki, bu real artıq mənzərəni gördük ki, qatıqla zəncəfil içib. Yəqin ki, çox ehtimal təzyiq düşüb və bu davamlı bunu eləyirmiş. Təzyiq düşə-düşə və eyni zamanda bədənin mayesini qovulub, əzələ parçalanıb ola bilsin və bir ayda 36 kilo arıqlamaq çox böyük rəqəmdir. Mən indi düşünə bilmirəm, bu insanın kilosu 150-nin üzərində olur mu acaba 36 kilometre? Xeyr, yəqin ki 100 kilodan aşağı olan bir rəqəmdir və bunun üçün elə sonluq bioloji ölümlə nəticələnə bilən bir təhlükəli məqam olub. Yəni, bu insanın arıqlama normativi heç 10 kilo belə çox idi. Yəni 8-9 kiloya qədər arıqlamalıdır bir ayda və düşünün 36 kilo. 36 kilo yağ toxuması olmuyor. Bədənin vacib mayesi, hüceyrə arası maye deyili və əzilə kütləsi olub ki, bu vacib resurslarını itirdikdə təbii ki, nəticə belə də qənaətbəxş olmayacaqdır.